Salam, mənim adım Xədicədir. Bu videonu sizinlə tanışlıq üçün çəkirəm. Uzun illərdir Haydayı oynayıram. Hətta bu uzun illər dediyim 5-6 il. Lakin mənim oynadığım 5-6 il əvvəl oynadığım oyun 200 səviyyə çiftliyim uğurlandığı üçün mən də uzun bir müddət Haydayı oynamağı istəmədim. Hətta depressiyaya düşdüm bununla bağlı da deyə bilərəm. Lakin 2 il öncə YouTube platformunda gəzərkən bir oyuncunun, Hayday oyuncusunun videosu qarşıma çıxdı. Özünü tanıdırdı. Müəyyən oyunla bağlı müəyyən videolar çəkib paylaşırdı. Mən də bunu eləmək qərarına gəldim. Lakin 2 ildə indi cəsarət edib video çəkə bilmişəm deyə bilərəm hətta. Səsim titrəyə bilər bu arada və yaxud da sözləri qarışdıra bilərəm. Çox üzürlü sayın, biraz həyəcanlıyam. İlk videomdur çünki. Burada sizinlə ilk video olduğu üçün çiftliyimi tanıdacağım. Sonra da videonun axırına yaxın platformda, YouTube platformunda nə ilə bağlı, oyunun hansı hissələri ilə bağlı videolar çəkəcəyimi də paylaşacağım. O zaman sizinlə çiftliyimi gəzək. Sizə ilk baxışda çox qarışıq görünə bilər. İnsanlar bəzən düzəni sevirlər. Sevirəm. Yəni mənə bu daha oyunmuş kimi hiss elətdirir deyə bilərəm. O yüzden də makinələrim, əkin sahələrim, ağaclarım, dekorlarım sahənin, oyun sahəsinin müəyyən yerinə sərpişdirilmiş formadadır. Mən ayrı-ayrı ev, dükan, maşın sevmirəm. Yəni eyni olması mənim baxış açımdan daha uyğundur, daha gözəl və perspektiv görünür. Kuyumcuların və dökümcülərin madənə yaxın olması fikrimcə çox əlverişlidir. Yəni deyək ki, madəndən bir şey çıxardırsınız, sonra da gəlirsiniz onu dökümcüyə verirsiniz. Heyvanlarım bu şəkildə, heyvanlarımın ac olmasına fikir verməyin. Çünki əminəm ki, bir çox oyuncu mənlə bu barədə razılaşacaq ki, heyvanlara yem çatdırmaq mümkün deyil. Makinələr, ev heyvanları. Makinələrin ümumiyyətlə açıldıqca çalışıb belə bir düzən yaratmağa çalışmışam. Amma burada gördüyünüz bu sahədə makinə və dekorlar olmasına rəğmən heç bir düzən indi bu dəqiqə yoxdur. Məşğul idim ona görə də. Amma yenə də videonu gecikdirmək istəmədim. Mənə yetəcəyini düşündüyüm qədər ağaclar, çünki həm burada var, həm də dediyim kimi sahənin, oyun sahəsinin bir çox yerinə sərpişdirilmiş formadadırlar. Bunlar da yeni etkinlikdə olan dekorlarımızdır. Hətta belə də göstərim sizə. Sa 69 səviyyə olmağıma rəğmən çox az açılım eləyə bilmişəm. Çünki bir çox oyuncuları görürəm və hətta bu sağ tərəf hissəni açıb, sol tərəfə belə keçib. Amma mənə biraz gecikmişəm o işlə bağlı.
Sol tərəf dediyim kimi sağ tərəfi bütünlüklə açmamış keçməyi planlamıram. Amma burada belə bir şey görürsünüz. Yəqin ki, siz də fikir verəcəksiniz. Buranı çox səhvən əlimdə idi. Açdım, çox təəssüflənmişdim həmin zaman. İlk öncə balıqçı yerimizə baxaq. Makineler klasik olarak içi göz açıqdır. Istakoz makinesi içi göz açıqdır. Ördək makinesi içi göz açıqdır. Buradan mənim ehtiyacımı qarşılaması üçün kanalları da açmışam. Hətta gəlin sayaq. 1, 2, 3, 4, 5, 6. 6 dənə yerim açıqdır. Bu mənim səviyyə etibarilə mənə yetir hətta deyə bilərəm. Hətta amma yenə də çox açılmalıdır. Çünki mənə indi bu dəqiqə yetir, amma önümüzdəki səviyyələrdə yetməyəcək böyük ehtimalla. Sizinlə heyvanat bağçamıza baxaq. Heyvanat bağçasında bütün binaları öz səviyyəsində aldım. Yəni onun bir problemi yoxdur. Burada sizə qarışıq gələ bilər. Niyə bir düzən yoxdur deyə bilərsiniz. Lakin mən dediyim kimi çiftliyin ana hissəsində o sağ tərəfdəki bütün yerləri açmamış, tam sərpişdirilməyin, yəni bütün alətlərin başqa yerdə sərf edilməsini sevmirəm. Heyvanat bağçasını daha 34 səviyyədəykən açmışam. 2 fil, 1 zürafə, 2 begemot. Məncə səviyyə etibarilə çox yaxşı açmışam. Mənim səviyyəmdə olanlar, mənim səviyyəmdən böyük olan oyuncuların oyunlarına baxıram. Çox az, yəni bir heyvan açıqdır ya açıq deyil. 15 səviyyədir. Yəni mənim fikrimcə səviyyəmə görə çox yaxşıdır. Tren 6 kapasite açıqdır. Belediye binası 24 nəfər. Tren 10 nəfər. Burada hətta belə alaq göstərim sizə. 4 dənəsi açıqdır. Burada XP qəlb və pul 5% açıqdır. Burada da 4, burada da bu formada 4 belə. Dediyim kimi önümüzdəki səviyyələrdə açacağam zaten hamısını. Ona görə mənim üçün yetir bunlar hələ ki. Neysə, çox uzatmağa ehtiyac yoxdur. Sizinlə oylama aşamasına da baxaq. İndi bu dəqiqə neçə bəyənim var? 418 bəyənim. Bəyənən hər kəsin əllərinə sağlıq. Çox təşəkkür edirəm. Demək istədiyim başqa bir şeylər də var. Artıq çiftliyin gəzməsini bitirdim. Özüm tanış elədim sizinlə. YouTube platformuna daxil olmağımın səbəblərindən biri özümdən kiçik səviyyələrin oynamaqlarına, necə pul qazanmaq lazımdır, necə makine açmaq lazımdır, necə açmaq lazımdır, elması harada və nə cür şəkildə, hansı makinelərdə düzgün bir şəkildə istifadə eləmək lazımdır, onu göstərəcəm. Oynadığım dərbi, vadi, etkinliklər, bunlarla bağlı məlumatlar verəcəm, videolar çəkəcəm. Amma səviyyəni necə atlamaq lazımdır, bununla bağlı.
və ən əsas olaraq da öz səviyyəm etibarilə, yəni 69 səviyyəyə qədər nə qədər makina açmışamsa, o makinələrin hansı səviyyələrdə açıldığını, nə qədər oyun altını tələb elədiyini və nə qədər müddətdə açıldığını da izah eləyəcəm sizə. Onu önümüzdəki videolarda göstərəcəm. Bu günlük bu qədər. Sizinlə tanış olmağıma məmnun oldum. Umarım siz də mənimlə tanış olmağınıza məmnun oldunuz. Sevilirsiniz canlarım. Çox sağ olun.